Bugün biz sizə bölgə, yəni beluqa, ağ balıq kimi tanıdığımız balıq haqqında qısa bir video infoqram hazırladıq. Ümidvarıq, həm maarifləndirici, həm də lazımlı bir videorolik olacaq. Əvvəlcədən hər birinizə minnətdarıq. Beluqa balığı, ağ balıq dedikdə müxtəlif balıq növləri nəzərdə tutula bilər. Heyvanlar aləminin, xordallar tipinin, şua üzgəclilər sinfinin, nərəkimilər dəstəsinin, nərələr fəsiləsinə aid heyvan cinsidir. Ən məşhurları dünyanın ən böyük nərəkimilərindən biridir və əsasən Xəzər, Qara və Azov dənizlərində yaşayır. Volqa və Kür populyasiyaları mövcuddur. Bu balıq 100 ildən çox yaşaya bilər. 5-6 metr uzunluğa və 1000 kiloqram çəkiyə çata bilər. Beluqa ən bahalı kürü mənbəyidir, lakin nadir və nəsli tükənməkdə olduğu üçün ovlanması məhdudlaşdırılıb. 11 may 1922-ci ildə Xəzər dənizində Volqa çayının mənsəbinin yaxınlığında tutulmuş bölgə balığı, beluqa, ağ balıq. Ümumi çəkisi 1224 kiloqram, qara kürüsünün çəkisi isə 146,5 olub. İndi isə 200 kilodan artıq bölgə balığına çox nadir hallarda rast gəlmək olar. Əti əsasən ağ rəngdədir, kifayət qədər sıxdır və bişirmə zamanı parçalanmır və ya qabıqlanmır. Fərqli, zərif dadı var və az yağlıdır, cəmi 7-9%. Bu ləzzət ənənəvi olaraq balıq, hisə verilmiş və duzlama üçün istifadə olunur. Təzə ət də tez dondurulur və sonra məşhur beluqa balığı şorbası hazırlamaq üçün istifadə olunur. Çöl Həyatı YouTube kanalıma bəyənib abunə olaraq dəstək ola bilərsiniz. Bu pulsuzdur.